Salam aziz dostlar, yeni videoya hoş geldiniz. Bugün Honor 400 barda danışarıq. Yeni bir telefondur ki Honor istehsal elədi. Əgər bu brendi tanımırsınızsa, bir Kitaylı bir brendi ki çox gözəl və yaxşı telefonlar istehsal edir. Bugün bunun barədə danışarıq. İlk bu barədəki özü nələr deyir. Sonra sizə izahat verirəm ki mən nə təcrübə eləmişəm və nə düşünürəm. Və bir nəticə alacaq ki bu telefonu alaq, almayaq, kim alsın, kim almasın. Amma gəlin belə başlayaq ki özü nələr deyir. Honor 400'dur. Telefonun adı ki Pro var və normal. Pro şəkili aşağıdadır. Baxırsınız qızıl rəngində. Belə ki mən başa düşürəm. 2 kamerası var və Pro 3 kamerası var. 5G'dir bu telefon. Ya 5G seriyasıdır. Bu telefon əsas nə barədə danışır? Yəni özünü necə təqdim edir? O da sünni intellektlə və çox ciddi şəkildə sünni intellekti kamera ilə mix elədi, qarışdırdı. Və belə ki, hətta Samsung'dan daha çox bu işi görür və deyir ki, siz nə çəkirsinizsə, çəkin. Onu AI ilə dəyişə bilərsiniz, keyfiyyətini düzələ bilərsiniz. Hətta o nöqtələr ki, kamera gücü çatmır ya kamera biraz zəifdir, AI onu düzəlir. Və AI barədə həddən çox güclü bir telefondur. Və belə ki, baxırsınız, özü kamera ilə başladı. Yəni hələ heç nə demədən, nə bateriya barədə, nə bir yaddaş barədə, nə heç bir şey danışmadan kamera bağlı danışdı. Və bu nə demək istəyir? Demək istəyir ki, mənim əsas gücüm AI və kameradır. Sonra başqa şeylər. 200 megapiksel kamerasıdır. Əsas işlər ki görür bir odur ki AI ilə şəklinizi verirsiniz və sizin üçün video düzəlir. Yəni hərəkətli bir video düzələ bilər sizin şəklinizlə. Məsələn, köhnə bir şəkil verirsiniz və bir hərəkət tələb edirsiniz ondan. Sizin üçün gördüyünüz sosial mediada belə işlər görürlər. Məsələn, babanızın şəklini verirsiniz, sizin üçün nəsə hərəkət verir, ya nəsə belə bir şey ki sevirsiniz, xoşunuz gəlir, əlavə edə bilərsiniz o şəkilə. HD moving foto verir. Moving foto yəni bir şəkil ki biraz hərəkət edir. Biz GIF-də deyirik onu. Yəni bir şəkil çəkirsiniz amma onu qısa məsələn müddətində bir hərəkət verir və bir növ hərəkətli şəkil düzəlir sizin üçün. Live picture düzəlir sizin üçün. Bu şəkil barədə bu qədər izahat verdi. Sonra gəlib nə deyir? Deyir ki bateriya 6000 mAh'dır ki ən güclüsü deyil dünyada. Yəqin ki bilirsiniz, ən güclüsünü Xiaomi hal-hazırda istehsal edir. Yəni əgər siz bateriyaya çox fikir verirsinizsə, ən güclü bateriyaları Xiaomi istehsal edir. 7000, 7500. Amma 6000 də xeyli yuxarıdır. Yəni fikirləşirəm, əgər düz yadımda olsa iPhone 17'dən də daha yuxarıdır bu bateriya və bu çox yaxşı bir yəni güclü bir nöqtədir ki bateriyası da güclüdür. 6000 xeyli yaxşıdır. 5000 nits ultra bright display var, yəni nə qədər işıqlıdır bu ekran. Görürsünüz, məsələn gedirsiniz günəş altında, ekran nə qədərsə çatdıra bilər, nə xəbərdir telefonda zəif olur. Nə qədər bu daha güclü olsa, hər bir mühitdə daha yaxşı dəstək edə bilər. Və 5000 nits çox yaxşıdır. IP68 və 69 o barədadır ki, suya qarşı və toza qarşı yəni qalır. Heç bir problem olmayacaq ona. Üzrlüsən, yəni bu sözü mən dəqiq tərcüməsini bilmirəm. Resistance Azərbaycan dilində necə olur? Yəni ki ona bir problem yaratmayacaq su və toz. Sonra da AI ilə deyir ki siz şəkillərinizi düzələ bilərsiniz ki o Gemini ilə Google'ın ilə işləyir və şəklinizə nəsə
fərqli işlər, fərqli editlər vermək istəsəz, yenə də çünki AI bu arada çox güclüdür, bu işləri sizə kömək eləyir. Sonra nə deyir? Easy to hold. Yəni sadədir onu əldə saxlamaq. Çəkisi 200 qramdır və eni də 8.1 millimetrdir. Əslində belədir. Yəni mən onu mağazada görəndə əldə rahat idi. Siz onu çətinlik çəkmirsiniz. Nə cibdə, nə əldə çətinlik çəkmirsiniz o barədə. Onu saxlamaq rahatdır. Heç belə deyil ki, əldən düşsün ya adam onu saxlaya bilməsin. Onun ətraflarını belə dizayn elədilər ki, rahatdır əlinizdə, rahat istifadə edə bilərsiniz. Ki o da çox önəmli bir mövzudur. Rənglər necədir? 3 rəngi var. Buz rəngi, belə səma rəngi çox gözəldir və normal qara rəngi var. Yazıb ki, design of future, yəni gələcəyin dizaynı. Belə deyil. Heç bir gələcəyin dizaynı yoxdur. Xeyli sadə bir telefondur. Yəni indi dünyada başqa brendlər var ki, çox fərqli. Məsələn, Xiaomi barədə belə bir telefon var ki, videoda çəkdim, sizə izahat verdim, baxa bilərsiniz. Onlar daha qəşəng dizaynlar, yeni dizaynlar. Bu o qədər gələcəkdən gəlmir. Normal bir dizayndır. 3 dənə kameradır, sadə bir telefondur, amma yəni qəşəng bir telefondur, amma dizaynı gələcəkdən gəlmədi. 3 dənə kamera var, 200 megapiksel, 12 megapiksel wide, yəni belə çəkmək və 50 megapiksel də telefoto kamera. Onun selfie kamerası da 50 megapikseldir ki, yaxşıdır. Əgər həqiqi 50 megapiksel olsa yaxşı bir kamera ola bilər. Əgər lenzi də ya lenzası da güclü və yaxşı olsun. Yenə deyir ki 200 megapiksel ultra clear AI main kamera. Yəni bu kamera AI ilə işləyir. Baxın necə, bu nə demək istəyir? Demək istəyir ki, bu kamera tək işləmir başqa telefonlar kimi. Bu kamera nə çəkir? Sizə göstərdikdən əvvəl AI onu düzəliş eləyir. Yəni hər şeyi. Hətta bu kamera zoom barədə o qədər güclü deyil. Amma siz nə qədər zoom eləsəz, şəklinizi çəkəndə AI onu düzəlib sizə təhvil verir. Ki siz çətinlik çəkməyin uzağı baxmağa. Yəni siz o şeyi ki zoom edirsiniz və o şeyi ki çəkib baxırsınız fərqli olacaq. Çünki hər şey AI düzəlir. Və belə ki əgər bir AI çox sevirsinizsə, süni intellekt sizin üçün çox maraqlıdırsa və eyni zamanda şəkil çəkmək, video çəkmək də sizin üçün çox maraqlı gəlirsə, bunlar birlikdə bu telefonda var və birlikdə təcrübə edə bilərsiniz. Ona görə deyir ki, zoom çox keyfiyyəli zoom ola bilər və ləzzət ala bilərsiniz belə keyfiyyəli şəkillərdən. Sonra da bu zoomları da göstərir. 6 qat, 3 qat, 2 qat, 1,5 və 1. Ki deyir hamısı belə qəşəngdir çünki yenə AI bir düzəliş eləyir o şəkili. Yenə kamera, ancaq kamera var danışır. Bir nöqtəyə çatırıq ki, xeyli önəmlidir əziz dostlar. Burada bu şeir barədə, yəni nə? Yəni ki, nəsə göndərəndə, nəsə alanda bu brendlər belədir ki, hər biri bir özü üçün environmenti var. Yəni necə? Yəni Apple-lər birlikdə çox yaxşı işləyir ki, mən nəsə göndərim ya nəsə alım. Əgər 2 iPhone-umuz olsa çox tezdir. Amma mən Samsung-um olsa, sizin iPhone-unuz biz Bluetooth vasitəsilə, yoxsa Telegram, yoxsa WhatsApp biz o qədər rahat göndərə bilmirik datalar ya videoları bir-birimizə. Amma Samsung özü üçün sistemi var ki göndərir. Amma bu nə deyir? Bu model telefon əgər siz işinizdə çox belə işlər görürsünüz ki, material göndərirsiniz, alırsınız nəsə, video göndərib alırsınız, belə işlər görürsünüzsə, bu deyir ki, limitsiz bütün növ telefonlar ilə işləyə bilər və onlardan rahat şəkildə media ya dokument ya sənədlər ala bilər. Və hətta özü də misal kimi ən çətini ki iPhone-unu göstərir. Yəni deyir ki, mən iPhone-dan da yaxşı
sənədlər, dokumentləri quick share ilə alıb ya verə bilərəm. Çox yaxşı bir imkandır ki, bu telefonda var. Sonra deyir ki, yeni kamera ilə nə işlər edə bilər? Biri budur ki, deyir ki, refleksi düzəlir. Yəni şüşədə refleks olanda günəşin refleksini alır, silir. Adamları silə bilər. Kesin bunlar xeyli vaxtdır ki, Samsungda var, başqa brendlərdə var. Bu məsələn yaxşıdır. Şəkliniz balacadır. İstəsə o şəkil biraz böyük olsun. Onu AI təsəvvür edir ki, necə bir şey ola bilər və çox təbii rəssamlıq eləyir sizin üçün o şəkili. Əlbəttə o qədər də burada baxıram xeyli də təbii olmadı, amma yəni cəhdini elədi, pis olmadı. Arxa fon dəyişməkdə ki, belə xüsusi bir şey deyil, çoxlu telefonlar eləyir. Bu yaxşıdır ki, məsələn kimsən gözü bağlı olanda şəkildə gözləri açır və əsas nöqtə odur ki, AI ilə hərəkət verir şəkilləri. Ki siz bunu əgər başqa proqram yükləmək istəsəz, ödənişli proqramlar var bu işi görür, amma bu telefonda ödənişsiz edə bilərsiniz. Telefonu bir dəfə alırsınız, sonra istifadə edirsiniz bu imkanlardan. Yenə ekranı deyir ki, xeyli şəffafdır, qəşəngdir. Həqiqətən də belədir. Ekranı gözəl və təmiz idi. Sonra bateriya barədə danışır ki, 6000-dir. Bir şey ki, bateriya barədə çox yaxşıdır budur ki, deyir ki, 51%-ni yəni zaretkaya qoyanda 51%-ni 15 dəqiqədə yığır. Bu xeyli yaxşıdır. Yəni 3000 miliamper saata 15 dəqiqəyə yığır. Xeyli yaxşıdır. Wireless də 50 wattdır ki, o da deyir ki, 33%-ni 15 dəqiqədə yığır ki, o da pis deyil. Amma CPU ya prosesor barədə maraqlıdır. Snapdragon 8 Generation 3. Hal-hazırda ən güclü telefonlar dünyada Generation 4-dən istifadə edirlər. Baxın, bir şey ki, bir qeyd ki, mən sizə bir açar kimi deyirəm. Azərbaycanda bu barədə bilgi biraz azdır. Ona görə demirəm şirkətlər, bəzi şirkətlər bu məsələdən biraz nadürüst istifadə edirlər və sizə demirlər ki, bu mal məsələn informasiyaları 3 il əvvəlkidir, 4 il əvvəlkidir. Bu laptop, bu kompüter məsələn dünyada 3 il əvvəl gəlib, 4 il əvvəl gəlib. İstəyirlər ki, sərfəli çıxsın, o malları gətirib baha qiymətdə satırlar. Bəzi şirkətlər, nəinki məşhurlar, bəzilər. Ona görə siz bunları bilməlisiniz ki, hansı generation'dir məşhurdur. İndi Snapdragon ki, özü bir dənə güclü prosesordur. Məsələn, Xiaomi məsələn axırıncı modeli Generation 4-dən istifadə eləyir. Məsələn, amma Apple iPhone öz prosesorunu ki, A19'dur ki, bunlardan xeyli daha güclüdür, ondan istifadə eləyir. Amma Snapdragon da belə normal Android telefonlarda xeyli məşhurdur, güclü telefonlar istifadə edir. İndi ən güclüsü 4'dür, Generation 4'dür. Bu bir damcı köhnədir, məsələn bu. Telefon yenidir, 3-4 ay əvvəl gəldi, amma bu bir damcı köhnədir. Amma güclüdür, yəni oyun oynamaq üçün, nəsə işləmək üçün əladır, kifayətdir. Ancaq bilməlisiniz ki, ən axırıncı ya ən yenisi deyil. Yəni belə bir şey deyim, ən güclüsü. Sonra da eyni şeylər ki, sizə izahat verdim. Wi-Fi 7 və 6 da dəstək eləyir. Spikerlər musiqi üçün yaxşıdır. Belə remote controller evdə bağlaya bilərsiniz. Ağıllı sistemlərə və idarə edə bilərsiniz evinizi. Yaddaş necədir? 12 GB RAM-dır. RAM yenə sizə izahat verirəm. Eyni şeydir, prosesora yardımçıdır ki, işlər yaxşı getsin. 12 yaxşıdır, demək olar ki, çoxlu telefonlar hal-hazırda 12 GB-dırlar və 512
GB da yaddaşıdır ki əladır. Heç bir problemi yoxdur. Çox yaxşı bir şeydir. Hətta xeyli güclüdür. İndi başqa brendlər 256-dan başlayırlar. Belə. Məncə bu qədər. Hələ mənim təcrübəm necə idi? Honor bir telefon istehsal elədi ki, əldə yaxşıdır, yüngüldür. Ən güclü hissə onun üçün AI-dır və kamerası. Yəni əsas o barədə danışır ki, mən kameram güclüdür, AI ilə də onu dəstəkləyirəm, aparıram. Mən də baxanda bunu hiss elədim. Yenə də deyirəm, heç bir kamera dünyada iPhone-a çatmır. Yəni iPhone lenzasına görə əslən başqa bir şəkil çəkir sizin üçün. Amma Android telefonlar arasında yaxşı telefondur. Yaxşı şəkil çəkir və AI-da xeyli güclü dəstəklər. Məsələn, iPhone-da hələ o qədər biz AI-yı təcrübə eləmirik. Məsələn, şəkildə, kamerada. Amma Samsung güclüdür. İndi bu deyir ki, çox, hətta Samsungdan da çox istifadə edir. Ona görə əgər süni intellekt barədə marağınız varsa, xeyli yaxşı telefondur. Bateriyası xeyli yaxşıdır. Normal şəkildə oyun oynamasanız, normal istifadə eləsəz 2 gün ola bilər ki, sizin üçün işləsin hətta. Və zarıtkası da xeyli yaxşıdır. Yaddaşı da yaxşıdır, prosesoru möhtəşəm deyil, amma əladır, yaxşıdır. Dizaynı sadədir, xüsusi bir dizayn deyil. Ola bilər ki, çoxlu insan başa düşməsin ki, bu telefon flagshipdir. Çünki belə uzunu göstərmir, sadə telefon kimi uzunu göstərir. Amma gözəl bir telefondur. Qiyməti gəlin qiymətini baxaq. Qiyməti çora pound kimi qiymət verir. Təqribən deyir ki, Avropada təqribən 450 eurodur. Demək olar ki, 450 euro nə qədər olur? 900 manat olur təqribən, fikirləşirəm. Halbuki Azərbaycanda siz mənə deyin, əgər bunu gördünüzsə mənə deyin ki, neçədir Azərbaycanda, amma dünyada təqribən 900 manatdır. Belə ki, mən baxıram 400-ü. Amma 400 Pro ki, daha güclüdür, kamerası biraz, hala onu 100% videoda baxdınız, mən əldə göstərmişəm. Kamerası, ekranı biraz fərqlidir. O 800 eurodur ki, xeyli çox oldu. 1600 təqribən manat. Amma yenə də eyni şey ki, böyük brendlər sizin üçün məsələn ola bilər 2000 manat, 3000 manat verirlər. Bu 1600 ya 1000 manat ilə eyni xidmətləri verir. Və mən sizə deyirəm ki, bu telefonlar ola bilər ki, sizin üçün 4 il, 5 il işləməsin. Çünki belə telefonlar güclüdür, amma o qədər ümumiyyətlə belədir. Ola da bilər, səhv deyirəm. Çünki mən heç vaxt anırım yox idi. Amma ümumiyyətlə Kitay telefonların canı daha zəifdir. Amma güc barədə əgər deyirlər ki, bu şeylər var, məsələn Snapdragon'dur. Bu Snapdragon'u Samsung'da istifadə eləsə eyni şeyi sizə verir.
ki istifadə eləyir. Bu da eyni şey verir. Yəni siz o imkanları, o AI-ın məsələn ləzzətini bu qiymətlə təcrübə edə bilərsiniz. Amma bunu da mən öz təcrübə edirəm, ola bilər səhvdir. Çünki anır istifadə eləməmişəm. Amma bunu da qəbul etməliyik ki, məsələn bu telefon 1 il sonra dəyişmək lazımdır, 2 il sonra dəyişmək lazımdır. Demək olar ki, çoxlu zamanlar belədirlər. Maksimum 2 il qalır. Amma mən məsləhət verirəm. Bu yaxşı telefondur, gözəl telefondur. Siz də mənə deyin, fikrinizi yazın, nə düşünürsünüz? Honor barədə, nə düşünürsünüz bu model barədə? Özünüzə yaxşı baxın. Görüşərik inşallah. Sağ olun.